Biz bugün sizlə sulfat turşusunun mövzusunu izah etmeye çalışacağım. Mövzumuz sulfat turşusudur. Daha içərimizdə Rus sektorunun bölməsi uşaqlar olduğuna görə Rus dilində izahlar verəcəm uşaqlar. Это называется серная кислота. Bu sulfat turşusunun grafik formuludur. Это grafическая структура серная кислота. Deməli, kükürdün oksijeşmə dərsi müsbət 6, valent 6-dır. Оксидный степень плюс 6, валентность 6 называется. Как получается серная кислота в промышленности? Sanayidə sulfat turşusu necə alınır? Birincisi, bax gördüyünüz bunlar xam maldır. Bax bunlardan alınır. Ona görə də deyirik ki, sink S-dən oksigeni əvvəlcə yandırırıq. Nə alırıq uşaqlar burada? Sink oksid plus SO2. Sink oksidin üzərinə mən SO2-ni deməli sink oksid SO2 aldım. Sonra SO2-nin üzərinə oksigeni gəlməklə mən əldə nə elədim? SO2 əldə elədim. Gəlin səliqəli şəkildə qıraqdan yazaq. Çox qarışıqlıq düşdü. Sink S-i əvvəlcə oksigeni yandırıram. Alıram sink oksid və SO2. Sonra sink oksid SO2-ni qayıdıb oksigeni yandırıram birdən. Bu zaman alıram SO3 və nəhayət sonda SO3-ün üzərinə suyu gəldirəm və buradan nə alıram uşaqlar? H2SO4. Və yaxud da bunu bu cürə heç yazmayaq. Məsələn, piritin alınmasını yazaq. Deməli, piritdən almaqdan ötəri pirit oksigeni əvvəlcə yandırıram. Alıram. Ferum 2O3 üstəgələ SO2. Sonra SO2'ni qayıdıb oksigeni yandırıram. Alıram SO3. SO3'ün də üzərinə H2O-nu gəlirəm uşaqlar. Alıram nə? Mən buradan alıram H2SO4. Gördünüz, ardıcılıq sənayidə necə baş verir? Əvvəlcə sulfidləri xırda-xırda doğrulub oksigeni yandırırlar. Oradan aldıqları SO2 üzərinə oksigen gəlirlər. Deməli SO2 çevirirlər və eyni zamanda SO3-dən SO2-ün üstə su gəlib sulfat turşusu əldə edirlər. Sənədə deməli bizə sulfat turşusunu almaq üçün xam mallar lazımdır. Bu xam mallarda sulfit, singes, pirit, H2S deyilən qazlardır. Все. В промышленности для производства серной кислотой в качестве сырья используется находящая в природе свободная сера, а также сингес, фермества, H2S и то и другие. Надо первый. Сульфид сера. Сульфид соединяется кислородом, получается СО2. Из СО2 соединяется кислородом, получается СО3. СО3 соединяется с водой, получается серной кислотой. Может быть и сульфид цинка нет, и пирит можем мы. Из пирита мы тоже можем получить серную кислоту. И видите здесь, надо смотреть обязательно здесь коэффициентов. Uşaqlar, əmsallara baxırıq. 1 mol sink S-dən 1 mol SO2 alınır. 1 S-ə 1 S qəbul edin. 1 mol sink S-dən də 1 mol H2SO4 alınır. Və yaxud da piritə baxırıq. 1 mol piritdən neçə mol SO2 alınır uşaqlar? 2 mol SO2 alınır. 1 mol piritdən neçə mol sulfat turşusu alınır? 2 mol sulфат туршусы алынır. Из одного пирита, одного мола пирита получается 2 мол СО2. Из одного моль пирита получается 2 моль H2SO4. Biz bu zaman qatı sulfat turşusunu əldə edirik. Deməli, sulfat turşusu rəngsiz, ağır, uçucu olmayan, suda çox güclü qızma verən bir maddədir. Deməli, серная кислота бесцветная, тяжелее, нелетучая, приглашает водные пары. Жидкость. Və baxın, sulfat turşusu havada olan suyu udur və proqlaşat vodu. Və buna deyirlər higroskopik. Yadda saxlayın. Sulfat turşusunu qoyub üzərinə suyu tökə bilməzsiniz. Bu qeyri-mümkündür. Möhkəm qızma baş verə bilər. Ətrafa turşu sıçraya bilər və insana, yəni canlılara böyük bir zərbə verə bilər. Ona görə də suyu qoyuruq. Sulfat turşusunun üzərinə asta-asta tökə-tökə karıştırıp ki, güclü kızma baş verməsin. Запомните, нельзя вливать воду с серной кислотой. Для приготовления раствора серной кислоты нужно вливать воду, кислоту по частям и прерывно при этом перемешиваем. Yani eyni zamanda biz bunu qarıştıra tökməliyik ki, güclü qızlanma baş verməsin. Концентрированная серная кислота сильно
Гигроскопично. И поэтому приглашает из воздуха водные пары. Higroskopik olduğuna göre uşaqlar suyu udur. Ona göre de gazları sulfat turşusuyla kuruturuq. И поэтому мы надо осушить некоторые газы с помощью серной кислотой. Hansı gazları sulfat turşusuyla quruda bilərik? O gazlar ki sulfat turşusuyla reaksiya getmir. CO2, SO2, N2O, NO hansı gazı sulfат turşusuyla quruda bilmərik? Какие газы мы не можем осушить с помощью серной кислотой, которые входят в реакции с серной кислотой? Məsələn, NH3 ilə H2SO4 gələndə nə alınır? Uşaqlar, NH4, HSO4 reaksiya gedir. Ona görə də sulfat turşusunu ondan quruda bilmərik. Amma məsəl üçün mən CO2-ün üzərinə H2SO4-ü gəlim, heç bir reaksiya buradan baş vermir. Ona görə də bu qazı qatı sulfat turşusu ilə quruda bilərik. Və bu qədər. Özə görürsünüz yazıb, qatı sulfat turşusu higroskopikdir, havadan suyu udur və kütləsini artırır. Концентрированная серная кислота сильно гигроскопична, и поэтому приглашает из воздуха водную пару. И поэтому ее свойства используются для осушки газов. Все, bu qədər. Davam elədik. Gəldik əsas məsələyə görürsünüz. Sənayenin birinci mərhələsi sulfidlərin yanmasıdır. İkinci mərhələsi eta-первой stepeni. İkinci mərhələdə SO3-ün alınmasıdır. Üçüncü mərhələ isə H2SO4-ün alınmasıdır. Bu mərhələ isə kükürt tiroksidin qatı sulfat turşusu tərəfindən udularaq oleumun alınması ilə aparılır. Здесь получается oleum. Oleum yazılır H2SO4 vuraq NSO3. SO3 sulfat turşusunun qatı məhluludur. Burada H2SO4 həlledici rolunu oynayır. Растворитель. SO3 ise həll olandır. SO3 здесь растворимый вещество. Yəqin nə dediyimi başa düşə bildiniz. Turşu SO3 ilə birin birə nisbətinə girərsə tiosulfat alınır. Məsələn, SO3-ün üstünə mən H2SO4 gələrəmsə və buradan alınır H2SO2O7 turşusu. Alınmış oleum su ilə qarışdırılmasından istənilən qatılıqda sulfat turşusu hazırlanır. Oleum alındı. Oleum üzərinə su gəldikdə NSO3 su gələndə Любой nisbətdə istənilən miqdarda sulfat turşusunu ala bilərəm. Elə bir bax, belə bir misal vermişəm. H2SO4 vuraq 2SO3 üstünə 2 su gələndə 2 H2SO4 buradan alınır, 1 H2SO4 burada var. 3 molekula sulfat turşusu alınır. Если мы будем воду добавлять на олеум, смотрите, если NSO3 есть, значит, туда мы добавляем N воды. И поэтому из него получается N плюс 1 H2SO4. Например, здесь есть 2 SO3, туда добавляем 2 воды, получается 2 H2SO4. Но одна H2SO4 здесь у нас есть. И поэтому из него получается 3 H2SO4. Bu qədər. Davam elədik. Maraqlı bir misala gəldik. Bir sinkesdən 1 H2SO4, 1 mol piritdən 2 mol H2SO4 alınır. Bunu bayaq sizə qəşəng izah verdik. Sulfat turşusu iki halda olur. Duru və qatı. Bывает два типа разбавленный, концентрированный. Durusundan qatısına daxil olmayaraq hamısı əsas oksidlərlə, əsaslarla, metal oksidlərin hamısından, yəni amfoterlərlə, amfoter əsaslarla reaksiya girir. Несмотря на разницу разбавленной концентрированной серной кислотой, все взаимодействуют в реакции серной кислотой, металлические оксиды, амфотерные оксиды, гидроксиды, şalıçı, и то, и другие. Но fərqləri də var bunların, yəni fiziki, kimyəvi xassələrə fərqlər var. Yani у серной кислоты есть разница, у них физические свойства и химические свойства. Есть какие-то разницы. Birincisi, duru sulfat turşusu lakmusu qırmızı rəngə boyuyur və dissosiasiya edir 2 mərhələdə. Fikir verdiniz. Deməli, разбавленная серная кислота взаимодействует с диссоциацией на 2 степени и становится красный цвет lakmusная bумага. Sonra baxın, nədən bilirik? Onların reaksiyasından, metalların reaksiyasından. Duru sulfat turşusu metallarla girəsə hidrogen qazı alınır. Litiumdan düz qalaya qədər metallardan hidrogen ayrılır. Amma mis, qurğuşun, miski və gümüş qızıl platin reaksiya getmir. Sonra uşaqlar, bir də duru sulfat turşusu elektrik cəryanını yaxşı keçirir. Qatı sulfat turşusu elektrik cəryanını keçirmir və qatı sulfat turşusu dissosiasiya etmir. Разбавленная серная кислота хорошо проводит электричество и взаимодействует на диссоциацию, но концентрированная серная кислота не взаимодействует на диссоциацию и не проводит электричество.
Из разбавленной серной кислоты получается водорода, только медь, ртуть, серебро, серебро, rtуть не входит в реакцию и не взаимодействует. Baxırsınız, metallar qatı duru sulfat turşusuna reaksiya girdiyi halda hidrogen qazı, amma misçi və gümüş qızıl platin getmir. Bir də dəmirlə xrom duru sulfat turşusuna reaksiya girərsə ekvivalentli olar. Buna mütləq fikir verin. Железо хром при взаимодействии с серной кислотой из него получаются двухвалентные соли. Bəs qatı sulfat turşusunun özəlliyi nədədir? Qatı sulfat turşusu çox təhlükəlidir və metallarla reaksiya girəndə H2S, deməli SO2 və S alına bilər. Bax, belə götürək. Ən dərin məhsulu H2S-dir. Ən dərin məhsulu H2SO4 nə deməkdir? Yəni, müsbət 6-dan fikir verin, düz mənfi 2-yə kimi dəyişə gedir. Bu da aktiv metallarla bu cürə H2S-in olması müşahidə olunur. H2SO4 самый глубокий восстановительный продукт это H2S получается. H2S называется, потому что из пил-6, deməli, окислительный, восстановительный окислитель, нет, оксидной степени из пил-6 входит до -2. Получения H2S. H2S получается только из активных металлов. Активный металл называется şelçin-землянины металла. Baxırıq diqqətlə. Aktiv metallardan H2S ayrılır və su əmələ gəlir. Hidrogen çıxmır. İndi gəldik passivlərdən. Iz pasiv metal получается SO2, SO2 alınır. Ancaq fikir verdiniz. Qızıl platin ümumiyyətlə hiçbirindən reaksiya girmir, ancaq çararağında həll olur. Пассивный металл не входит в реакцию никакой серной кислотой и никаким кислотами, только водокральная. Это biz vaxtı gəlində inşallah onu keçərik. Qaldı orta aktivlərdən SO2 alınır. Ən çox yanınıza saxlayın, sink və magneziumu götürün ki, turşunun aktivliyindən asılı olaraq turşu çox aktivdir, turşu çox qatıdırsa və temperaturu azdırsa SO2 ayrılır. Turşu deməli orta qatıdırsa, temperaturu ortadırsa S ayrılır. Qatılığı azdırsa, temperaturu çoxdursa H2S ayrılır. Yəni burada C1 böyük olur, C2-dən böyük olur, C3-dən, tərsinə T3 böyük olur, T2-dən, T2-də böyük olur, T1-dən. Если больше концентрация, меньше температура SO2, если меньше концентрация, больше температура, H2S получается. Это только, как сказать, мы можем видеть у цинка и магния. Biz bunu ancaq sinkdə və magneziumda görə bilərik. Deməli, aktivlərdən H2S, passivlərdən SO2, orta aktivlərdən SO2. Yalnız biz burada magneziumu və sinki götürə bilərik ki, bunlardan SO2S və H2S ayrıla bilər. Bir də qurğuşun qatı duru sulfat turşusuna reaksiya girmir. Yalnız qatı ilə reaksiya girdiyi halda turş duz əmələ gətirir. Только свинец входит в реакцию с серной кислотой, из него только получается кислый соль. Adi şəraitdə dəmir, xrom, alüminium və nikel qatı sulfat turşusuna reaksiya girmir. В нормальном температуре железо, хром, алюминий, никель не может взаимодействовать с серной кислотой. Reaksiyanı mütləq qızırmaq lazımdır ki, oksit təbəqəsi dağılsın. Реакция должен обязательно жечь нет, нагревать, чтобы эта реакция получилась. Bir də dəmir və xrom duru sulfat turşusuna ekvivalentli girir, amma qatı ilə üçvalentli girir. Железо и хром с серной кислотой разбавлены, входит в реакцию двухвалентность, но концентрированной серной кислотой входит в реакция трехвалентность. Из него получается SO2, SO2. Nəhayət, bəzi qeyri-metallar qatı sulfat turşusuna reaksiya girir, kükürt və karbon və bunlardan müəyyən qazlar və oksidlər əmələ gəlir. Значит, серый углерод входит в реакцию или взаимодействие с реакцией с серной кислотой, но обязательно концентрированный. Qeyri-metallar ancaq qatı sulfat turşusuna girir, duruyu da girə bilməz. Серный оксид, deməli, металл входит в реакцию с серной кислотой только в концентрированном состоянии. Sonra dehidratlaşma məhsuluna biz burada gəldik. Şəkəri kömürə döndərən sulfat turşusudur. Özü hansı sulfat turşusudur? Mütləq bu sözə fikir verin. Şəkəri kömürə döndərən qatı sulfat turşusudur. Gördünüz, onun köməyi ilə şəkər deməli kömürə döndür. Üstündə deyək də bunu. Konsentrированная серная кислота
как водноотнимающие гигроскопические, да, хочу сказать, вещества отщепляют воду из некоторых кислородов, содержащих органичные вещества, сахароза, бумага, деревесина или как бы глюкоза, и обугливает их. Из него получается uğul. Bax, bunu bilməyimiz çox vacibdir. Bir də sizə maraqlı bir məqam deyim burada. Qarışqa turşusu, qatı sulfat turşusunun iştirakı ilə nəyə çevrilir? CO-ya və su əmələ gəlir. Bax, bunu da bilək. Sonra normal duzlar, sulfat turşusu, deməli, turşusunun özü ilə reaksiya girərək turş duza çevrilir. İz него получается hidrosulfat natri. Bax, bunları bilməyinizi çox istərdim. Sonra SO4'ü nə ilə təyin edirik? Gəlin baxaq. Biz SO4'ü təyin edirik. Deməli, barium ilə baxırıq. Barium xlor 2 üzərinə gələ HKSO4 qatı. HKSO4 ümumiyyətlə, yəni qatısına dəxli yoxdur. Barium SO4 plusuna, yox, qatısına dəxli var. Əslində duzlarla duru sulfat turşusu yox, qatı sulfat turşusu girir. Buradan H-xlor alınır. Определение ионы SO4 это называется характерная реакция для серной кислоты и его солей. Это взаимодействие их с растворимыми солями bari. Из него получается белый осадок. Hatta deyərdim ki, barium SO4'dür, gümüş SO4'dür, serebro SO4'dir, gümüş bir SO4, kurşun SO4'dür, kalsiyum SO4'dür və stronsium SO4'dür. Bunlar çöküntü verir və suda yaxşı həll olunurlar. Bax, bunu belə yadımızda saxlasaq çox yaxşı olardı uşaqlar. Tətbiq sayəsine gəldik. Tətbiq sayəsini keçməzdən qabaq bəzi şeylərini öyrətmək istəyirəm sizə ki, diqqətli olasınız. Значит так, qabağımıza çıxa bilər. Kalium 2SiO7 nəyə parçalanır? На чего разделяется? Разделяется kaliy sulfat. Üzərinə gələk, SO3. Bəzi sulfatlar parçalanır. Məsələn, dəmir ki, SO4'dən 3 dəfə nəyə parçalanır? Uşaqlar, gəlin baxaq. Ferum 2O3'ə parçalanır. Üstə gələk SO3'ə parçalanır. Baxın. Sonra və yaxud da alüminium 2 SO4'dən 3 dəfə nəyə parçalanır? Körpələr nə ki, razделяется. Alüminium 2O3'ə SO3'ə parçalanır uşaqlar. Sonra sizə maraqlı bir misal çəkək. Məsələn, gümüş 2 SO4'ün parçalanması. Razdelение sulfat serebroidin. Gümüş 2 SO4'dən 3 SO4 nəyə parçalanır? Gümüşün özünə parçalanır, SO2'ye parçalanır və nəyə parçalanır? Oksigen qazın özünə parçalanır. Bax, belə yadımızda saxlayaq ki, bizə, yəni ki, gələcəkdə bu dərslərin köməyi çox olsun. Sonra исцели серную кислоту, кальций SO4 малорастворимый, соли бариум SO4, серебро, нет, свинец SO4, стронциум SO4 практически не растворяется в воде. Kalsiyum SO4 suda az həlli olandır uşaqlar. Amma quruşun SO4'dür, barium SO4'dür, stronsium SO4'dür. Konkret olaraq bunlar suda həll olunurlar. Bir də düşə bilər koprum SO4 bıraq 5 molekula su nə üçün lazımdır? Bitki ziyanvericilərinə qarşı mübarizədə çox geniş tətbiq edilir. Bunun haqqında çox istərdim ki, dəqiq məlumat alasınız. Buna miskoporos deyilir. Это называется кристалл гидрат сульфат меди или медный купороз, принимать для борьбы с вредителями болезней растений. Bax, bu çox düşə bilər və bunlara çox diqqətli olun. Sonra Glauber duzumuz var. Glauber duzumuz necə yazılır? Natrium 2SO4 vuraq 10 molekula suyu götürün. Bax, bunun da içində sulfat var. Eyni zamanda Glauber duzundan nəyin alınması istifadə olunur? Sodanın, məsələn, meditativdə istifadə çox olunur, şesesanında istifadə olunur. Glauberov соль это принимает при производстве соди, стекло, медицине, ветеринарии и то, и другие мы можем, как сказать, bir də var, природные, deməli, var, kalsiyum SO4, vuraq 2 molekula su, buna təbii gips deyilir. Это называется природная gips. Bu qədər uşaqlar. Ümidvaram ki, mütləq video baxın və mütləq dərsə diqqət eləyin.